Sən dirənmisən ha Ələkbər. Bəzi adamlara az idi. Ona görə ki, bəzi adamlar üstünə qoyublar. Bəzi adamlara bir çəngə yemək qalıb, gülürlər. Səfa yenə də gecikir. Amma Ramin, bizə daha çox qalacaq, hə? Bizə nan boş daşlar. Vır geçsin. Və biz axır ki Səfanı gördük. Gəldi, çıxdı. Səfa, xoş gəlmisən. Çox sağ ol. Necədir süfrəmiz? Yaxşı, çox rəngbərəng süfrədir. Mən gələn kimi yəni ki, fikir verdim ki, çox qəşəng düzülüşü var. Ümid edirəm ki, dadı da eyni olacaq. Üçün bizi dəvət elədi. Niyə görə? Maraqlı bir pozisiyaları var. Yeri gəlmişkən Soul Kitchen keçən ayda 10 illiyini keçirdi. Yəni bu obyekt 10 ildə artıq fəaliyyət göstərir. Burada baba qanuş salatıdır. Qəşəng bunu pita çörəyi üstünə yeyirik. Humusdan başlayın. Pitadan da götürək. Qəşəngdir. Ədviyyatlarıdır. Yağıdır, belə deyirik, badımcandır, sarımsaqdır tərkibində. Yəni, çox dadlıdır. Sonra burada deməli bizdə var pomidordur, deməli vəlinə pomidordur, bir də feta pendiri. Bunun içində mozzarella pendirinə oxşayır və ya sulguni pendirində lavaşın içində deep fried rollardır. Əsl Ağçaxırın malıdır. Yaxşı isti qəlyan altı statusundadır bu. Humusa baxdım. Sözün açığı mən ərəb deyiləm və humus elə bir şey deyir ki, mən uşaqlıqdan hər yerdə yeyim deyim ki, bu nənəmin humusundandır, yoxsa yox. Ona görə mən onun idealını bilmirəm. Deyə bilmərəm ki, əsl humus belə olmalıdır. Bu xoşuma gəlir, amma burada adətən mən elə humuslar olurdu yeyirdim ki, limon çox da hiss olunmasın. Orada noxud və taxin komponenti olmalıdır və bəzi humus edənlər ora cirə ədviyyatını vurur. Burada mən limon və zeytun, soyuq sıxım zeytun yağını birinci hiss edirəm. Aşpaz humusun üstünə şüyüd vurdu. Mən birinci dəfə sözünə çox şüyüd görürəm. Mənə elə gəlir ki, şüyüd burada humusda qıraq bir məhsuldur. Fantaziyadır. İndiyənə kimi mənim ən xoşladığım humus olub. Halbuki Səfanın sözü olmasın, uşaqlıq yeməyim olmayıb. Amma ki, bu məzəni kəşf edəndən, yəni mən hər Vidalaşmıram ondan. Vidalaşmıram, həqiqətən. Mən elə olur ki, mən hər üçün aç zakaz verirəm. Yanında mütləq humus. McDonald's-a gedir, humus axtarır. Mənzər aslında mən həmişə də ən ləzzət eləyən o olur. Yəni halbuki bu yeni dadlardır, bu vəlinə pomidorla feta pendiri çox dadlıdır, belə qəşəng. Əslində bunu ayrıcana vurmaqla da yaxşı gedəcək. No, humus ürəyimdir. Tamam. Yoldaşlar, deməli 2 dənə burada siz shot seti görürsünüz. Yəni bu setin adı həzri setidir, bu isə gilavar. Nəyə görə həzri? Çünki bu dağa belə deyim də strong shotlardır. Çünki Long Island'ın əsasında qurulub deyək. Bu isə dağa biraz zəif olan, dağa nisbətən yəni tez tutmayan bir shotlardır. Onun adı da gilavardır. Yaxşıdır. Hələ bir onu da prob eləyə baxa görə hansı daha. Bu hələ zəif idi. Yəni ki, orada mən alkoqolu hiss elədim. Kifayət qədər belə var. Yandırmadı, amma alkoqol hiss olunur. Sözün qeyri-adi bir dadı var. İlk dəfə də belə mən imlə bu tərzdə Koreya kökünü yeyirəm. Çünki biraz elə bir ki, hansı bir ədviyyatı var. Hələ tuta bilməm nə ədviyyatdır. Bir dənə sən də prob elə. Gücülərdən onun salatını gəldi. Yox, xmeli suneli var, kabutda bu burada, amma necə fərqli. Amma o deyil, o xmeli suneli deyil. Şutu Gürcü Koreya kökü belə deyək, yaxşıdır. Yeri gəlmişkən, bir dənə kakras bunlar arasında danışaq. Bir dənə, bu videonun altında kommentlərdə yazın. Facebook, Instagram, Telegram, YouTube.
bu iki setdən birini qazana bilərsiniz. Yəni özünüz seçəcəksiniz. Yəni siz məsələn komment yazırsınız, ən yaxşı komment seçilir. Komment olsun, random seçimi olacaq. Yəni bir adam qalib seçiləcək və özü bu iki setdən birini seçə bilər. Odur ki, izləyin, komment yazın və qalib ola bilər. Öpürük. Öpürük. Keşniş, buz, yağ. Ama burada bir növ göyərtidir, maraqlı sosdur. Hiss olunur ki, içində komponent çoxdur, amma heç bir komponent demək İngilizcənin. Heç bir İngilizcənin belə naqlı gəlib qabağa çıxmır ki, mən buradayım. Yəni ki, yağı hiss edirsən, görürsən ki, keşniş var, dişlərində görürsən ki, qoz var, amma ki, obşi qəşəng bir sosdur. Mən birinci hələ fikirləşdim ki, bu pesto sosudur. Amma sən demə bu salsa verde sosudur. Gürcü mətbəxindən söhbət düşmüşkən, bu məşhur gürcü salatları var orada, içində qatırlar. Bu sarımsaqlı, qozlu bir şey. Əslində ən idealı bəlkə elə budur. Çünki o birisi salatı orijinalında sarımsaq daha çox olur. Sol kitchendəyik və arzu edirəm ki, indi sol əslində nədir? Ürəkdir, Ruh. Ruhumuz. Hər şey, hər məclis ruhunuza uyğun olsun. Çünki məclis çox olur, amma adamın ürəyinə, ruhuna oturmur. Yaxud da kampaniya olmur. Arzu edirəm hər şey ürəyimizcə olsun. Ətrafdakı insanlar duşevn olsunlar. Ruhu şad olsun. Hadi. Burada indi maraqlı söhbətlər gedir. İki qadın deyənlər qoydular. Məsələn, kimsə nəsəbləşdirib səfanı. Ben demək istəyirəm ki, bu məkan mərkəzdə yerləşir, o heç. Ailəvi məkandır, nə mənada. Yəni siz ailə ilə gəlmək istəsəz, siz bura gəlirsiniz. Həm səhər yeməyi də yeyə bilirsiniz, həm axşam da qalırsınız. Çünki indi birazdan burada canlı musiqi olacaq. Bəs O nə deməkdir deyirsən? Çox ailəvi məkan, çox hə, batır. Yaddan çıxma demək istədim vəbşi. Biz indi birinci partiya yeməyi bitirmişik. İndi ikinci partiya yeməklər gəlir. Səfən məsələn orada sifariş elədi, maraqlı şeylər. Nə sifariş elədin dedin? Nə mən heç şey yemədim buradan, imkan vermədim. Bir an burada set buna yəni yetmədi. Belə deyim də bu 4 nəfərlik set kvadratura ilə stolu tutsa da, yəni ki bu maksimum bir dənə belə vedrə ilə gedir bu. Səfa kimi böyük bir dənə qardaş gəlsə, hə. Yo, ortada bir dənə şnitzel var, bir dənə steak var, məzələr var. Bir dənə şnitzel bir adama, bir dənə steak bir adama, məzələr də onların ortasında. Sən gəlsən bura. Əslində bu sözümü kəsmə xahiş edirəm. Əslində bu set normal yesən 2 nəfərlikdir də. Məncə gəlib içki içirəmsə, xoşlamıram da xarici sayağı üçün. Xaricilər zatdan Avropadan zatdan gəlmişlər. Hə, içirlər, lic bir nəsə belə olsun. Yox, içirsə nəsə olmalıdır da elə düzdür. Sənin bu kulüb bu. Menüdən sifariş verdim. Yenidən baba qanuş istədim çünki ötən seriyada bir də çəngəl baba qanuş çatdı mənə. Burada kərə yağında qızardılmış krevetlər gəlib. Niyə görə mən bu yeməyə zakaz verdim? Özlədim mən nəyə görə? Yox, niyə görə? Kərə yağı, krevet və sarımsaq ideal bir uzlaşmadır. Yəni ki, bu yeməyə burada gördüyünüz makaronların üstünə atıb biraz sir eləsən, alınır səndə çox qəşəng, gözəl bir Spaghetti penna arabia. İstədiyim ki, həmişə soyuq günlərdən sonra, çətin günlərdən sonra həmişə gün çıxır. Və heç vaxt ümidinizi itirməyəsiniz. Hər bir belə deyək də ağır günlərdən sonra yaxşı günlər başlayır. Sizə yaxşı günlər hazırlayıram. Görürsünüz nə qədər də mənfur badənin içinə zəhər qatmaq istəyən adamlar da olsa, həmişə dobro побеждает zlo. Yəni ki, xeyir şər budur. Hindistan, Pakistan və İranın Balochistan regionu
bu yeməyi yeyir. Mən Bakıda Soul Kitchen restoranında. Yox, Bakıda Masala Junction bütün Hind restoranlarında verilir. Bütün Arab Hind turistlərinə target olunmuş restoranlar bunu verir. O yerlərin plovları adətən belə olur, döşəməli olur. Biryanidə isə ədviyyatların içində öncədən marinə edilmiş toyuq qızardılır soğan çayla, kari sousla və sonradan o kari sous düyünün içinə döşəmə kimi yox, artıq hazır düyünün içinə bir lay kimi qoyulur. Məhz bu formada və kari sousla düyüyə xüsusi bir dad qatır. Çox qəşəng yeməkdir. Mən onu çox xoşlayıram. Arasa gedəndə də yeyirəm, evdə də yeyirəm. Görə burada necə bişiriblər onu. Maraqlı idi, mən də. Qəşəng biryanidir. Mən sadəcə mənim şəxsi istəyimdir. Mən biryani plovu xoşlamıram ki, təmiz toyuq filesi olsun. Mən xoşlayıram ki, toyuğun qara ətləri də olsun. Yəni ki, doğranılmış bud əti olsun orada, bəlkə də sinə əti, dəri olsun. Burada təmiz file ətindəndir. Amma ki, ədviyyat baxımından kariyi hiss edirəm. Şirinliyi biraz azdır. Bu deməkdir ki, soğanı biraz az vurulub. Yəni orada soğan olmalıdır. İndi gilavar setindən olan bir şot içirik. Səfa, sən nə içirsən? Səfaya Mən ucu içdim onu. Səfaya bir dənə. Mən içəndə siz yemək yiyirsiniz. Vır getsin. Mən içdim. Müğənni də gəlib, başlayıb oxumağa. Bizdə isə axırıncı yemək gəldi. Səbəbi nədir? Bu qoyun budur. Püre ilə burada göbələklər də görürəm. İndi bununla da biz prob eləyib tədricən məclisimizi yekunlaşdıracağıq. Amma biz nə ilə başlamışıq? Biz başlamışdıq böyük setlə. Böyük dördü. O 4 nəfər, adı 4 nəfərdir, amma özü 4 nəfər deyil. Yəni ki, biz 4 nəfər oturduq burada. Səfaya baxmır. Səfa nəyə? Yəni ki, Səfa hamıdan az idi o setdə. Mən də doydum. Sən doydun çünki üstünə qoydun da. Ucun maçası gəlib, tez gəlib. Biz sifariş verdik, 20 dəqiqədən sonra gəlib. Çox yaxşı püre ilə. Püre də elə belə püre deyil, yəni ki, kartoşkanı tək suda qaynatmayıblar. O suyun içində dəfnə yarpağı da var, sarımsaq da var, bəlkə də mihət də var, dad verir. Qəşəng püredir və maça da çox yaxşı, yumuşaq. Şübhə edirəm ki, güman edirəm ki, artıq hazır idi, sadəcə buzlanmış formada idi. Hər şey yaxşıdır, dadı itmir. Prosta bu şüyüdü görürsünüz, bu şüyüd məni bezdirib. Hər bir yeməkdə şüyüd var. Bu şüyüd. O şüyüdlü plovdur da, nə Hər yerdə şüyüddür. Elə plov verərik də, şüyüddür nə? Mən şüyüd xoşlamıram. Yenə də bir dənə yeməklərin qısa bir icmalını paylaşım sizlə. Deməli, bizdə birinci set var idi, hansı ki, ailəvi set deyim ona, 4 nəfərli, bəli. Bizə pol nə bəs elədi, bəzi adamlar deyir ki, az idi, amma məncə... Sən dirənmişsən ha, Ələkbər, bəzi adamlara az idi. Ona görə ki, bəzi adamlar üstünə qoyublar, bəzi adamlara bir çəngə yemək qalıb, gülürlər. Yəni ki, bu gülməlidirsə, mənə də böyle başlasam mən də gülüm. Nəyə gülməlidir? Yəni ki, burada mən dedim də, 4 nəfər adam oturursa 4 dənə yemək olmalıdır da. Burada yəni ki, 2 dənə yemək istəyirsən 127 kusaka böl. O sıravlı 2 nəfər üçündür, 2 porsiyadır. 4 nəfərli set mənim xoşuma gəldi. Mən razıyam. Səfanın da xoşuna gəldi. Sadəcə olaraq Səfa biraz az yedi. Yaxşı, belə deyək. Setdən sonra bizə gəldi baba qanuş, biryani, krevetka gəldi və bizə gəldi matcha püre ilə bir yerdə. Çox dadlı idi bu. Biryani də yaxşı idi. Baba qanuş heç bunu bayaq da prob elədi. Krevetka da super idi.
Mənə görə Həzri dağa rahat getdi. Amma adına görə Həzri dağa sərt olmalıdır. Bilmirəm, bəlkə bu qədər biz yemişik, ona görə biraz bizə rahat getdi. Bu elə bir ki, ola bilsin ki, bunun teksturası bir dənə içkidən, əsas içki bir dənə Long Island'dır orada. Burada da fərqli siroplar var da. Ola bilər ki, bu fərqli təsirləri var. Amma məncə bu Həzri mənə daha çox xoşuma gəlir, çünki daha yüngül idi. Ünvanımız nə idi? Ünvan Targova küçəsi, bu kofelər başlayır, keçmiş Kasparın yanı. Azərbaycan kinoteatrının yanındadır, Soul Kitchen. Buranın hamısı bilyard yer kimi tanıyır. Həmişə yeyib içməklərdə. Sağ olun dostlar. Sağ olun.